Hal-hazırda çatışmayan bir dənə duluzçuluq sobasıdır. Duluzçuluq sobası çatışmır. Sadəcə çarxım var bir dənə. Yəni bundan əlavə başqa bir şey də yoxdur. Nağıyev İbrahim Sulduzoğlu 2001 təvəllüdəm. Duluzçuluq peşəsini Əllərin Reabilitasiya Mərkəzində öyrənmişəm. 2023-cü ildə də elə Azərbaycanda 1-ci Milli Olimpiya yarışında 3-cü yer tutmuşam. 2024-cü il oktyabr ayının 29-da da Moskva şəhərində 2-ci yer Olimpiyada yer tutmuşam. Hərənin özünə uyğun bir peşəsi var da. Mən də öz peşəmin bu olduğunu bildim. Başqa peşələrin heç birisində məsələn o qədər yaxşı deyildim, amma bu peşədə daha yaxşı idim. Ona görə də bu peşəni seçib bu peşəni öyrənməyə çalışdım. Həm də bu peşə bizim ölkədə daha azdır deyə, daha çox ilerləsin deyə istəyirəm bu peşəni biraz da önə çəkək. Bax, sən bilirsən ki, Neftçala rayonunda belə aran zonasında duluzçuluqla çox məşğul olan yoxdur bu, belə deyək. Məncə elə olmayan yerdə olmağı daha yaxşı olar məncə. Ki, ilərləsində məsələn, hamı görsün ki, belə bir peşə var, belə bir sahə var. Bunlarla məşğul olmaq məncə yaxşı olar ki, bizim qədimi əsərlərimizdən, sənətkarlarımızdan qalan belə bir şeylər var, belə əl işləri var. Məsələn, saxsı, keramika qabları məncə daha önə çəkmək yaxşı olar ki, məsələn, bu peşə biraz da ilerləməlidir mənim düşüncəmdə. Kursu 6 ay müddətində bitirdikdən sonra İsmail rayonunda işləmişəm. Bu kursu 8 ay müddətində tələbələrim olub, təlimçi işləmişəm. Orada müəyyən problemlərə görə ayağımda, səhhətimdə olan problemə bağlı işləm çıxmışam. Dedim, həm də yəni, öz rayonumda işləmək mənim üçün həm daha rahat olar, həm ailəmin yanında olaram, həm də bir problemim də olanda yenə də ailəm daha yanımda, yaxın olacaq mənə. Onun üçün elə istəyərəm, yəni öz rayonumda işləyəm. Bəli, onun üçün bura mənim üçün daha rahat idi. Sekiz ay müddətində işləmişəm orada. Bu gili Şəki rayonundan bir tanış vasitəsilə, pul vasitəsilə alırıq, gətiririk. Burada müəyyən qədər əl yatmasın deyə, davamlı işləyək deyə, müəyyən məsələn formalar beynimizə itməsin deyə alıb gətirib işləyirik özümüz üçün burada. Məndə çoxsu güldandır və yaxud mini formalardır, boş qablardır. Mən sadəcə hazırladığım bunlardır. Bəzi duluzçular var məsəl üçün sadəcə biti qabları falan hazırlayırlar. Amma bizdə saxsı deyil də, bizdə sırf keramika olur. Biz məsələn bunu düzəldib, qurudub, bişirib çıxardandan sonra onun üzərinə boyalarla işlənib, təzədən onu şirələyib, bir də bişiririk, o olur, onda o keramika. Və sizin elə bir şəraitiniz var, yoxdur belə? Xeyr. Nə var, nə çatışmır? Bizdə həməndə hal-hazırda çatışmayan bir dənə duluzçuluq sobasıdır. Duluzçuluq sobası çatışmır. Sadəcə çarxım var bir dənə, yəni bundan əlavə başqa bir şey də yoxdur. Bu da əl yatmasın deyə davamlı işləyib, pozuram, yenə geli düzəldirəm, hazırlayıram, təzədən yenə işləyirəm, yəni bu prosedur davam edir. Duluzçuluq peşəsi həm də insanın işlədikcə əsəbləri sakitləşir, istər-istəməz motivasiya olursan və daha da yaxşı işləməyə başlayırsan. Bu işdə heç vaxt yəni, əsəbləşmək olmur da, yəni çox daha sakitləşirsən. Həm bizim rayonda da belə aran zonasında yoxdur belə bir yəni peşə. Məncə mən işləyirəm bir dənə bu peşə barəsində. Yəni istəyirəm bizim rayonda da belə bir fəaliyyət olsun ki, yəni millətimiz də görüb daha da həvəslənib bu işlə məşğul olsunlar.
Xeyr, orada reabilitasiya mərkəzinə bir kurs əlavə olaraq getmək olur. Birinci öz kursundan əlavə, məsələn, gedirsən başqa bir kursu da sadəcə istəyirsənsə, əgər gedə bilirsən. Moskvada da kimi görürsünüz. Bəli, Moskvaya da gedir. O 2024-cü ildə, oktyabr ayında. Sekiz ay müddətində işləmişəm orada. 2000 Bəli. Orada yarış keçirildi. Bizim ölkədə ilk Olimpiya yarışıydı. İlk keçirildi. Neçənci il oldu? 23-cü ildə təxminən törədi. Onun için daha da çok şey ulaşmalar.